Salam dəyərli dostlar, mən məzhəb və məzhəbçilik mövzusunda bir arayış vermək istərdim. Bilirsiniz ki, İslam dininin əsas özək kitabı Qurani-Kərimdir və Qurani-Kərimdə də vəhdət, birlik, həmrəylik tərənnüm edilir və insanlar birliyə, vəhdətə çağırılır. Bu, Quranın əsas hədəf süjet xətlərindən biridir və bu, hər bir halda dünyəvi qanunlarda da ayrı-seçkilik, təfriqə, ixtilaf, mənfi qarşılanan və qadağan olunan bir məsələlərdir. Eyni zamanda bizim dövlətimizin qanunlarında da milli, irqi, dini ayrı-seçkilik haqlı olaraq qadağan edilir və birlik, həmrəylik, vəhdət tərənnüm olunur və bunun təbliğ olunması tövsiyə edilir. Ona görə də İslam aləmində də demək, hərçənd ki, əməli olmasa da nəzəri şəkildə qəbul edilən məsələ ondan ibarətdir ki, bəli, ixtilaf və parçalanma düzgün deyil, doğru yol deyil. Amma buna baxmayaraq hamı parçalanır, hamı ixtilafa meyl edir. Bunun indi bir çox obyektiv və subyektiv səbəbləri var. İslam xilafəti dövründə bilirsiniz ki, fərqli siyasi fikirlərin meydana gəlməsi dövlət idarəçiliyində o dövrün deyək ki, o davamiyyəti ilə bağlı müxtəlif siyasi cərəyanlar yarandı. Bunlar sonra bir qədər də mütəşəkkilləşdilər və özlərinin hüquqi, fikri, şəriət əsaslarını yaradaraq məzhəblərə çevrildilər. Bəzilərinə xarici təsirlər oldu. Tutaq ki, Abdullah bin Səbə adlı bir yəmənli şəxsin ilk dəfə Səbəyyə olan bir cərəyanı yaradıb, İslam aləmini ideoloji cəhətdən ikiyə bölməsi, Həzrət Əliyə ilahlıq şamil etməsi kimi hallar da var ki, xarici düşmənlər İslam dinini, ideologiyasını, İslam birliyini və vəhdətini parçalamaqdan ötürü və bu məqsədlərlə də onlarla təriqət və cərəyanlar yarandı. Sonra, məsələn, dövr getdikcə Abbasilər, Əməvilər dövründə Yunan və Hind fəlsəfəsinin, fars kitablarının tərcümə olunması, başqa dinlərə məxsus deyək ki, elmi mənbələrin ərəb dilinə tərcümə olunması nəticəsində fərqli fəlsəfi əqidə fikirlərinin də İslama daxil olması və bunun nəticəsində əsasən orta əsrlərdə bəzi fəlsəfi cərəyanların da dini təriqətlər kimi meydana çıxması, tutaq ki, Cəhmiyyə, Cəbriyyə, Mötəzilə, bax, bu cür cərəyanların ortaya çıxması əqidə və kəlam baxımından, fəlsəfə baxımından bunlar da bir təriqət məzhəbə çevrildi. Sonra İslam daxilində Həzrət Peyğəmbər vəfat edəndən sonra Qurana müxtəlif baxışlar və yanaşmalar, ayələrin fərqli yozulması nəticəsində fiqhi, hüquqi hökmlər arasında ixtilafın yaranması və müxtəlif baxışların olması, bu təbii olan parçalanmalardır. Tutaq ki, bir elmi yanaşma fərqlidir, digəri başqa cür əsaslandırır. Qurandan hökm çıxartmağın metodologiyası haqqında fərqli prinsiplərin ortaya çıxması, fərqli mövqelərin ortaya çıxması ki, bir İslam hüquqşünası alimi fəqihi, tutaq ki, Quranı və sünnəni, hədisləri əsas götürərək ortaya çıxan suallara cavab və şəriət hökmləri vermək üçün hökm çıxartmağı irəli sürürdüsə, digəri Quranı və ağlı əsas götürməyi əsas irəli sürürdü. Bax, bu cür təbii hallar da var. Ancaq reallıq ondan ibarət ki, bütün İslam dünyasında olduğu kimi bizim ölkəmizdə də müxtəlif tarixi proseslər nəticəsində fərqli məzhəblər yaranıbdır. Ancaq məzhəb başqa bir şeydir, məzhəbçilik başqa. Bunları qarışdırmaq lazım deyil. Məzhəb təbii olan bir məsələdir. Hərçənd ki, məzhəb Quranda bölünmə, parçalanmaya gətirib çıxardan halda qadağan edilir. Yəni, fərqli fikrin olması Peyğəmbərin sağlığında da vardı. Peyğəmbər məşvərət edirdi, sahabələr arasında fərqli fikirlər olurdu. Biri təklif edirdi ki, bunu bu cür eləyək, o cür eləyək. Hətta əzanın necə meydana gəlməsi haqqında bu tarixi mənbələrdə var ki, Peyğəmbər məsləhət elədi. Biri dedi, zəng çalaq, biri dedi, şeypur, deyək ki, kütəklə dəvət eləyək. Biri fərqli bir fikirlər söyləndi. Axırda tutaq ki, bir nəfərin dediyi qəbul olundu ki, bu əzanı insan səsindən çağırılsa daha yaxşı olar. Xəndək müharibəsində tutaq ki, Huneyn savaşında Peyğəmbər hansı cürə, deyək ki, o Mədinənin mühafizə olunmasını məşvərət etdi və orada hərəsi fərqli fikir söylədi. Biri dedi, şəhərdən kənara çıxıb müqavimət göstərmək lazımdır. Biri dedi, şəhərin daxilində qalmaq lazımdır. Axırı Salman Farisi təklif etdi ki, bizim Sasanilər həmişə müdafiə olunarkən xəndək qazırdılar şəhərin ətrafına və mancanaqlardan istifadə edirdilər. Bu cihazı o dövrdə icad elədi və xəndək qazdılar. Peyğəmbər onun təklifinə qulaq asdı və bu cür mühafizə olundu. Yəni, fərqli fikirlərin olması görürsünüzmü? İnkişafa da gətirib çıxardır, müsbət halı. Ancaq fərqli fikirlərin qərəzə və düşmənçiliyə çevrilməsi qadağandır. Quran da bunu qadağan eləyir. Allahın qadağan elədiyi, bax, bu təfriqədir. Bəzilər deyirlər ki, məzhəbsizlik mümkün deyil. Məzhəbsizlik özü də bir məzhəbdir. Bu da bir qədər, deyək ki, müəmmalı bir ifadədir. Yəni, hansı məzhəbsizlikdən söhbət gedir və yaxud da hansı məzhəbdən söhbət gedir? Əgər məzhəblər ixtilaf yaradırsa, bir-birini didirsə, illərdir bir-birinə düşmən gözü ilə baxıb təkfir eləyirsə,
onda bu məzhəblər nə cürə doğru ola bilər və bu məzhəblərin tərənnüm etdiyi yol nə cür doğru ola bilər? Və yaxud da məzhəbsizliyi konkretləşdirib qoysaq ki, elə bir mənalı şəkildə məzhəbləri rədd etməliyik, bəs onda hansı yolla getməliyik? Əgər özümüz bir ayrı yol yaradacaqsa, onu da elə o sözün orada haqlı tərəfi gəlir ki, onda biz də olacağıq 681-ci məzhəb. Ona görə də bu məsələləri bu cür konkret şəkildə üz-üzə qoymaq lazım deyil ki, ya konkret bütün məzhəblər rədd edilməlidir, ya da məzhəbsizlik rədd edilməlidir, konkret olaraq məzhəbsizlik iddia edənlərin fikri rədd olunmalıdır. Burada bu məsələlərə nisbi yanaşmaq lazımdır. Çünki hər tərəfin özünün həqiqət payı var. Burada konkretlik heç cürə mümkün olası bir məsələ deyil. Çünki hətta Quran-ı Kərimin özünün ayələri var ki, onların konkret yozumu yoxdur. Yəni, belə olmadığı halda biz heç bir məsələ haqqında konkret hökm verib, konkret qənaətə gələ bilmərik. Bu konkretlik iddia eləyənlərin fikirlərinin cəmiyyətə aşılanması nəticəsində bax bu ziddiyyətlər yaranır. Cəmiyyətimiz çaşqınlığa düşür. Əksər insanlar da dinin dərinliklərini, fəlsəfəsini bilmədiyi üçün bu cür ağır məsələlər də ortaya atılıb ictimai deyək ki, müzakirəyə çevriləndə, bax, burada cəmiyyətdə parçalanma yaranır, ziddiyyət yaranır. İslam dininin tərənnüm etdiyi mövqeyə görə məzhəbçilik və məzhəbpərəstlik, məzhəb təəssübkeşliyi haram və qadağandır, yasaqdır. Hər kəs deyə bilər ki, mənim yolum haqdır, amma deyə bilməz ki, haqq ancaq mənim yolumdur. Çünki hətta fiqhi hökmlərdə belə qəti mövqe bundan ibarətdir ki, bir müştəhid, bir din alimi, bir fərqi ictihad edərkən haqlı, düzgün hökm vermiş olsa 2 savab qazanır, əgər yanlışlıq eləmiş olsa 1 savab qazanır. Yəni, bu məsələdə bu konkret bir şəkildə bunu kəskin qoymaq lazım deyil və düzgün də deyil. Bu, uyğun olası bir məsələ də deyil. Məzhəb yol deməkdir. Hərənin öz ibadət üsulu və məzhəbi ola bilər. Bu, mümkündür. Çünki Peyğəmbər yoxdur aramızda. Bugün konkret bir şəkildə onu əvəz eləyən bir, necə deyərlər, bir şəxs də yoxdur ki, kəskin və qəti şəkildə bir məsələni tam mübahisəsiz və tərəddüdsüz ortaya qoysun və bütün müsəlmanlar da bir mənalı şəkildə ona etimad etsin. Bu da yoxdur. Demək, məsələ ondan ibarət ki, burada fərqliklər, alimlər fikir ortaya sürürlər. Və bizim cəmiyyətimizdə də fərqli məzhəblər və cərəyanlar var. Biz tolerant bir xalqıq və dövlətimiz də tolerantlığı tərənnüm eləyir. Ona görə biz bu məzhəblər arasında, bu fərqli konvensiyalar, fərqli cərəyanlar arasında həm dözümlü yanaşmaqla yanaşı, həm də anlaşıqlı yanaşmalıyıq. Bu, sanki bir harmoniya şəklində dövr etməlidir. Burada məsələləri ziddiyyət üz-üzə qoymaq, qarşılaşdırmaq, bu doğru düzgün deyil. Hər bir şeyin yaxşı tərəfini birinci götürmək lazımdır. Birləşdirici tərəfini götürmək lazımdır. Humanist tərəflərini götürmək lazımdır. Ziddiyyətə qalmış olsa, dünyada böyük-böyük alimlərin hamısının arasında fikir ayrılığı, fikir fərqliyi var. Elə bir filosof, elə bir mütəfəkkir yoxdur ki, iki mütəfəkkirin fikri üst-üstə düşsün. Sokratla Aristotelin fikirlərinə, ideyalarına baxın. Və yaxud da zaman, dövr də eyni zamanda bunu tərənnüm eləyib. Tutaq ki, 124 min deyilik Peyğəmbər var. Bu Peyğəmbərlərin hamısı məgər ilə konkret eyni bir nöqtənimi, eyni bir cümləni təbliğ ediblər? Xeyr. Bunlar öz zamanlarının tələblərinə, dövrün tələblərinə uyğun olaraq, öz yaşadığı cəmiyyətlərin halına uyğun olaraq fərqli fikirlər gətiriblər. Hətta halal haramlarda da belə fərqliliklər olub, ehkamlarda da fərqli məsələlər olub. Deməli, bu zamanı, dövrü də biz nəzərə almalıyıq ki, bugün bizim yaşadığımız cəmiyyətdə fərqli məzhəb və cərəyanlar var. Kəskin şəkildə heç bir fikri ortaya qoyub digərlərini təkfir və rədd etmək olmaz. Bunu elə birinci növbədə dinimiz bu cür qoyub bu məsələni. Odur ki, məzhəbçiliyi biz xor görürük, yəni məzhəbpərəstlik, məzhəbçilik, məzhəb təəssübkeşliyi, bir məzhəbi götürüb digərlərini rədd etmək, təkzib etmək, təkfir etmək, bunu biz xor görürük, bunu bir İslama yad görürük. Ancaq məzhəblə getməyi isə labüd və real bir durum olaraq bunu necə deyirlər, məqbul görürük. Çünki məzhəb doğrudur, İslam bunu nəhy eləyib, təriqətçiliyi, bölünməni, firqələşməni qadağan eləyib. Ancaq nə yazıq ki, nəticə ondan ibarətdir ki, bugün İslam ümməti bu məzhəblər üzərində irəliləyir və ibadətlərini, yaşamlarını, məişətlərini həyata keçirirlər. Bax, o baxımdan sadəcə ona çalışmaq lazımdır ki, bu məzhəblər arasında harmoniyanı, münasibətləri düzgün saxlamaq, anlaşmazlıqları aradan götürmək, ixtilaflı məsələləri yox, arada olan vahid mövqeləri, vəhdətə gətirən, eynilik təşkil edən, həmfikir olduqları mövzuları ortaya
gətirib tərənnüm etmək lazımdır. Bu təriqətlər ayrılmış olsalar da, bunların həmrəy olduqları fikir və mövqelər ixtilafda olduqlarından daha çox və daha böyük və daha əhəmiyyətlidir. Məsələn, Qurana inan baxımından, Quranın qəbul edilməsi baxımından bütün məzhəblər Quranı qəbul edir. Həzrət Peyğəmbərin peyğəmbərliyini bütün məzhəblər qəbul edir. Quran, Kəbəni, qibləni bütün məzhəblər qəbul edir və s. və ilaxır. Yəni, İslamın bu mövcud olan təriqət və məzhəblərin özü də əsas məsələlərdə, yəni xırda müstəhəbbat, sünnət məsələlərində yox, əqidə və ideoloji əsas o tutalğac məsələlərində bunların 80%, 60% demək olar ki, həmrəydir, eyni mövqedədir. Sadəcə bəzi detallarda, şəriət hökmlərində, fiqh məsələlərində, ibadətin forma və üsulunda müxtəlif fərqlər var. Bir də kənar təsirlər burada ciddi rol oynayır ki, bu məsələləri qızışdırıb alovlandırmaq, təriqətçiliyi üz-üzə qoymaq ki, bu məkirli niyyətlər var kənardan ki, bu məzhəbçiliyi qabartmaqla cəmiyyəti parçalamaq və bölmək. Bax, buna getmək olmaz. Bu yanlış fikirdir. Fərqli fikirlərin olması labüddür. Çalışmaq lazımdır ki, bu fərqli fikirlər tənəzzülə və ixtilafa yox, inkişafa gətirib çıxartsın. Tutaq ki, iki alim oturub mübahisə eləyərək bir böyük elmi həqiqəti ortaya çıxarda bilərlər, bir-birini qırıb öldürə bilərlər. Amma biz çalışmalıyıq ki, o mübahisə və diyaloqlar, müzakirələr, debatlar filanlar həm cəmiyyətin xeyrinə işləmiş olsun, cəmiyyət o mübahisələrdən, müzakirələrdən bir müsbət məsələ götürmüş olsun və parçalanmasın ən azı, vəhdətə gəlsin əksində və eyni zamanda da bu məsələlər bizim gələcək nəsillərimizə bir xeyir vermiş olsun. Bax, buna görə bu məzhəb mövzusu bir qədər həssas mövzu olsa da, burada çalışmaq lazımdır ortaq nöqtələri qabartmaq, vəhdətə gətirən nöqtələri müzakirə etmək, ixtilaflı məsələləri yox, yeni fikirlər ortaya qoyula bilər. Ancaq bu kəskin və qəti şəkildə deyilə bilməz. Bəzi adamlar çıxır indi bir məsələni kəskin və qəti şəkildə bu haramdır, bu İslamda yoxdur. Hansı ki, ənənəvi şəkildə bizim cəmiyyətimiz, xalqımız və eyni zamanda bütün İslam dünyası o məsələni mötəbər qəbul edir. Birbaşa axara qarşı üzmək və bu məsələni də bir tədricən elmi əsaslandırmalarla, izahla, təfsilatınla yox, konkret və kəskin şəkildə bir cümlə ilə tutaq ki, İslamda bu şey yoxdur və yaxud da bu şey bu cür olmalıdır. Yəni, bu tamamilə yanlışdır. Bu cəmiyyət tərəfindən ancaq və ancaq mənfi qarşılanır və əksinə ixtilafa,